Salam əziz şagirdlərim və bu videonu izləyən abituriyentlər. Bu günlərim oksidləşmə reduksiya reaksiyaları, ətraflı yazı cavabı tələb edən tapşırıqlarla tanış olacağıq və bu tapşırıqların izahına bir yerdə baxacağıq. Bura başlamamışdan əvvəl mənim onlayn və əyani formada dərslərim mövcuddur. Dərslərə qoşulmaqdan ötürü videonun altındakı nömrə ilə əlaqə saxlaya bilərsiniz. Əyani dərslər həftədə 3 dəfə, onlayn dərslər isə həftədə 2 dəfə olmaqla həyata keçirilir. Dərslərin testlərlə möhkəmləndirilməsi, hər bölmə sonunda keçid sınaqlarının təşkil edilməsini mən Aygün Ələsgərli həyata keçirirəm və bundan əlavə günün 24 saatı, həftənin 7 günü də mütəmadi olaraq məndən əlaqə saxlaya bilərsiniz. Yəni ki, heç bir sualınız Allahın izni ilə cavabsız qala bilməz. Və bundan əlavə bizim ödənişsiz sınaq qrupumuz da mövcuddur. Bu qrupa həftə içində mən sınaqlar göndərirəm və bu sınaqların daha sonra video izahını çəkərək qrupa yönləndirirəm. Belə deyim ki, bu qrup ödənişsizdir. İstəyənlər müraciət edə bilər, istəyənlər əlaqə saxlaya bilər. Gəlin birinci tapşırıqla başladıq. Bismillah. Viski sulfidi nitrat turşusu reaksiyasını verir və oksidləşmə məhsulunu və suyun əmsalını müəyyən etdirir. Oksidləşmə reduksiya reaksiyalarında deməli qızıl qaydalar var. Bunları diqqətinizə çatdıracağam. Viski sulfidin H2O3 reaksiyasını yazdığımız zaman reaksiyadan miski nitrat, plus kükürt və NO bir də ki suyun alındığını görürük. Yazdım. Oksidləşmə məhsulunu və suyun əmsalını müəyyən edin. Burada oksidləşmə dərəcəsini dəyişən atomlara diqqətlə fikir versək, görərik ki, oksidləşmə dərəcəsinin dəyişən atomlardan biri kükürtdür. Kükürt -2 oksidləşmə dərəcəsinə, kükürt 0-a gedir, 0 oksidləşmə dərəcəsinə. Azot isə müsbət 5 oksidləşmə dərəcəsinə, müsbət 2-yə gedir. Yazsa, kükürt -2-dən kükürt 0-a gedir. Oksidləşmə reduksiya reaksiyalarında həmişə mən uşaqlara deyirəm ki, uşaqlar bəzən yazırlar, aldıqları qiymət ki var, bilmirlər ki, tənliyin sola mı yazsınlar, sağa mı yazsınlar, necə yazsınlar. Bunun bir dənə qızıl qaydası var, uşaqlara həmişə öyrədirəm. Bunu bildikdən sonra asanlıqla hansı qiyməti tənliyin soluna mı, sağına mı yazmağı rahatlıqla həll edə biləcəksiniz. Baxırıq ki, kükürdə aid tənliyin solunda, bax kükürdə aid tənliyin solunda və sağında bir cür oksidləşmə dərəcəsi görürsünüz. Sol tərəfdə kükürt -2-dir, sağ tərəfdə isə 0-dır. Yəni kükürdü başqa bir maddənin içərisində görmürük. Solda da bir cür oksidləşmə dərəcəsi göstərib, sağda da bir cür oksidləşmə dərəcəsi göstərib. Belə olan halda kimyəvi element atomunun solda da, sağda da eyni cür oksidləşmə dərəcəsi göstərdiyini gördükdə, onun indeksini soldan götürəsiniz. Əmsalı da hara yazılacaq? Sola. Deməli burada əmsal sola yazılacaq. Kükürt -2-dən 0-a gəldiyi zaman biz görəcəyik ki, kükürt oksidləşmə dərəcəsi artıb, elektron verib. Neçə elektron verdi? 2. Kükürdün sol tərəfdə, axı indeksi soldan götürüb əmsalı sola yazacağam. İndeksi 1-dir deyə vurulsun 1 yazmasaz da olar. Elektron şəklində qeyd edirik. Daha sonra isə azot -5-dən azot -2-yə gəlir. Fikirləşirik ki, burada görəsən tapılan qiyməti biz sola mı yazacağıq, sağa mı yazacağıq? Bu da eyni qaydada. Fikir versək, solda azota aid bir cür oksidləşmə dərəcəsi var, -5. Sağ tərəfdə isə həm -2-ni görə bilərsiniz, həm də ki, MiSNO3 2 dəfənin içərisində neçə görəcəksiniz? -5 görəcəksiniz. Yəni, sağda 2 cür oksidləşmə dərəcəsi gördük, sol tərəfdə isə bir cür oksidləşmə dərəcəsi. Bir cür -5 idi, sağ tərəfdə isə 2 cür -5 və -2. Hansı tərəfdə daha çox fərqli oksidləşmə dərəcəsi göstərdi azot? Əlbəttə ki, sağ tərəfdə. Ona görə biz indeksi sağdan götürəcəyik, əmsalı da hara yazacağıq? Sağa yazacağıq. -5-dən -2-yə gəlirsə, deməli burada 3 elektron alır. Çünki oksidləşmə dərəcəsi azalır da. Oksidləşmə dərəcəsi azalanda atom elektron alır uşaqlar. Və baxıram ki, sağ tərəfdə əmsal sağa yazılacaq da, azotun indeksi 1-dir. Yəni, vur 1 də yaza bilərsiniz, heç nə də yazmaya da bilərsiniz. Çünki sonda nəticə dəyişmir. Baxıram ki, 2 elektrondur, belə deyək. Aşağıda isə 3 elektron. Sərbəst çarpaz şəkildə yerini dəyişəcəyik. Bura 3 yazacağıq, bura isə 2 yazırıq. İndi rahat formada biz tapdığımız 3-ü gətirəcəyik. Kükürt 2 mənfi hardadır? -2 sulfidin içərisindədir. Deməli, gətirib 3-ü burada yazacağıq. Daha sonra 2-ni isə NO-nun qarşısına yazırıq və fərqli qələmlə yazacağıq. 2-ni də gətirib bura yazacaq. Daha sonra solda mis 3 dənədir. Sol tərəfdə 3 olduğu üçün sağda da nə olacaq? 3 dənə olmalıdır.
Davam edirik. Deməli, bizim aldığımız qiymətlərə baxdıqda görürük ki, sağ tərəfdə bizim 3-ü vurduq 2-yə, azot sayı burada 6 azot var, 2 dənəsi isə buradadır. Cəmi birgə 8 azot var, bura biz yazmalıyıq bir dənə 8. Sol tərəfdə hidrogenimizin sayına fikir versək, görürük ki, 8 dənədir. Deməli, onda sağda suyun qarşısındakı hidrogenin sayının 8 olması üçün buraya yazdım 4. İndi mənə deyir ki, oksidləşmə məhsulu. Oksidləşmə məhsulu nədir? Atom reduksiya edici olur və reduksiya edici olduqda, belə deyim də, uşaqlar, o oksidləşir. Oksidləşmə məhsulu deyirsə, siz bunu məhsulda axtarmalısınız. Yəni, reaksiyadan sonra əmələ gələn maddənin içərisində. Və oksidləşmə isə yəni reduksiya edicidir. Burada reduksiya edici olan atom nə idi? Kükürt 2 mənfi. Kükürt 2 mənfi, belə deyək də, reduksiya edicidir, oksidləşir, kükürt 0-a gəlir, eləmi? Bax, bu kükürt 0-a. Sənin deməli, oksidləşmə məhsulun səndən istənilən birinci olacaq kükürt. Bunu yazdıq. Və suyun əmsalı isə səndə burada olacaq. Nə uşaqlar? Suyun əmsalı isə neçə olacaq? Əlbəttə ki, 4 olacaq. Məndən oksidləşmə məhsulunun və suyun əmsalını müəyyən etdir. Oksidləşmə məhsulu kükürtdür. Onun da ki, əmsalına baxdıqda, yəni sol tərəfdə 3 kükürdümüz var. Burada da sağ tərəfdə də neçədən olmalıdır? Təbii ki, 3 olmalıdır. Yəni ki, 1-ə müvafiq olaraq 3 götürəcəyik, 2-yə də müvafiq olaraq nə götürərik uşaqlar? 4 götürərik. Keçək ikinci tapşırığa. Nə deyir? Gəlin görək. Deyir, eyni kütlədə götürülən alüminium və oksigenin qarşılıqlı təsiri zamanı oksidləşdirici 2 mol elektron alarsa, artıq qalan maddənin kütləsini və alınan oksidin kütləsini müəyyən edin. Alüminium maddəmiz mövcuddur və alüminium oksigenlə reaksiyaya daxil olduqda əmələ gəlir alüminium oksid. Eyni kütlədə götürülür və oksidləşdirici 2 mol elektron alarsa. Baxıram ki, alüminium 0 oksidləşmə dərəcəsindən alüminium gəldi müsbət 3-ə. Oksigen isə 0 oksidləşmə dərəcəsindən gəldi mənfi 2-yə. Yazırıq, alüminium 0-dan alüminium müsbət 3-ə gəldisə 3 elektron verəcək. Baxıram ki, solda da sağda da alüminiuma aid bir cür oksidləşmə dərəcəsi var. İndeksi soldan götürəcək, əmsal da sola yazılacaq. Yəni, indeksi solda nədir? 1-dir deyə 3 vurulsun 1 şəklində qeyd edəcəm. Oksigenə baxıram. Oksigen isə 0 oksidləşmə dərəcəsindən oksigen mənfi 2-yə gəlib. Nə etdi? Oksigen elektron aldı. Neçə elektron aldı? 2 elektron aldı. Və oksigen solda da sağda da oksigenə aid bir cür oksidləşmə dərəcəsi var. İndeksini soldan götürəcək, əmsalı isə sola yazılacaq. Və solda onun indeksi neçədir? 2-dir. 10 vurulsun, 2 vurulsun, 2-ni 10 yazdım uşaqlar. Və bu formada nə qeyd edərik? Deməli, 3-ün 4-ə, daha sonra isə 4-ün belə deyək də, 4-ün 3-ə olacaq. 4-ü gətirəcəyik, burada yazacağıq. 3 burada, sağ tərəfdə də 2 yazsaq kifayət eləyir. İndi bizə nə deyir? Qarşılıqlı təsiri zamanı oksidləşdirici 2 mol elektron alarsa, bizim oksidləşdiricimiz nədir? Oksigen. Neçə mol elektron alıb? Bunun üçün bir qayda var uşaqlar. Siz nə edəcəksiniz? Siz bax bu 3-ü gətirəcəksiniz, bu oxdur da, bu oxun üzərində yazırıq da. Bu oxun üzərindəki rəqəmi vurasınız. 3-ü vurdunuz, yəni ki, burada 2 vur 2 4-dür. Burada oksidləşdirici neçə mol elektron aldı? 12 mol elektron aldı. Yazıram ki, oksidləşdirici 12 mol elektron aldıqda artıq qalan maddənin kütləsini eyni kütlədə götürülüb deyir bizə bu maddələr. Yaxşı. Bunun üçün nə eləyərik uşaqlar? Baxıram ki, alüminium da eyni kütlədə götürülüb, oksigen də. Həmişə mənim uşaqlara dediyim qızıl bir qayda var. Uşaqlar, əgər başlanğıc maddələr eyni kütlədə götürülübsə, onun hansının artıq qaldığını bilməkdən ötürü, həmin o başlanğıc maddələrin verilən kütlələrini bölün onların reaksiyaya daxil olan miqdarına. Alüminium neçə qram reaksiyaya girib? 4-ü vurarıq 27-yə 108 qram. Elə mi uşaqlar? Oksigen neçə qram girib? Oksigen 32-dir, vuraram 3-ə, neçə eləyər? 92 qram. Bir var, M-i gətirək alüminium üçün 108-ə bölək. Oksigen üçün isə M-i gətirək 96-ya bölək. Hansının da kiçik qiymət alındı? Əlbəttə ki, M-i 108 yerə bölsək. Deməli, burada belə görünür ki, alüminium maddəsi axıra qədər sərf olunur, oksigen də artıq qalır. Həm də uşaqlar, məntiqlə fikir verin. Alüminium 108 qramdır, oksigen 92 qramdır. 96 qramdır, üzr istəyirəm, 92 yazmışam. Bunları eyni kütlədə götürüləndə sözsüz ki, az olandan artıq qalacaq. Çox olan hamısı sərf olunub gedəcək. Deməli, belə görünür ki, oksigenden artıq qalıb. Oksigenden nə qədər artıq qalıb? Əgər bunların hər ikisini belə deyək, eyni kütlədə götürsəydim, hər ikisini məsələn 108 qram götürsəydim, oksigenden nə qədər olardı? 108 çıxılsın 96, o da bərabərdə 12 qram oksigenden artıq qalardı da, elə uşaqlar. Bu haçan olurdu? Belə deyim də, bu oksidləşdirici 12 mol elektron alanda
eyni kütlədə götürülən başlanğıc maddələrdən, yəni oksigendən 12 qram artıq qaldığı zaman, aydındır? Mənə deyir ki, oksidləşdirici 2 mol elektron alarsa, 2 mol elektron alarsa, artıq qalan maddənin kütləsini yazıram 1x-dən. Buradan da asanlıqla taparsınız ki, x bərabər 2 qram. Deməli, artıq qalan maddəm oksigendir və ondan neçə qram artıq qaldı? 2 qram artıq qaldı. Və əmələ alınan oksidin kütləsini məndən soruşur ki, belə deyək də, alınan oksidin kütləsi nə qədərdir? Bunu da rahatlıqla hesablaya bilərik. Bunun üçün də nə yazarıq? Baxıram ki, uşaqlar, oksidləşdirici 12 mol, buradan yazaq, ən yaxşısı, 12 mol elektron alanda əmələ gələn maddəmiz hansıdır? Alüminium 2O3-dür. Alüminium 2O3-ün emerini hesablasaz, 54, oksigen 48, 102, yəni 102 vurulsun 2 qram, 2-dir də, bu 2 molu nəzərə alıram. 102 vurulsun 2, belə deyək də, alüminium 2O3 alınır. Yaxşı, oksidləşdirici 2 mol elektron alanda nə qədər eləyər? Buna da bir Y deyək məchul. Y-i də buradan rahatlıqla taparsınız ki, 34 qram eləyər. Bu da bizdən istənilən ikinci şərt idi. Yenə də bu qaydanı ağlınızda saxlayın, uşaqlar həmişə. Başlanğıc maddələr eyni kütlədə veriləndə, onların, məsələn, eyni kütlə deyirsiniz, bir məchulla X-lə, Y-lə, A-lə, B-lə işarə edin. Onları gətirin, reaksiyaya daxil olan miqdarlarına bölün. Hansında kiçik rəqəm alsaz, bilin ki, o maddə axıra qədər sərf olunub, digər maddədən artıq qalıb. Aydındır uşaqlar. Ümidvaram ki, başa düşdünüz. Keçək növbəti tapşırığa. Növbəti tapşırıqda nə deyir? Növbəti tapşırıqda element verib x və y, qısa elektron formulu x-in y-in birləşməsinin formulunu yazın və birləşmədə y-in oksidləşmə dərəcəsini müəyyən edin. Deməli, bizim əlimizdə x-n, y-m var, yazıram, x-n, y-m var. Və bu birləşmənin formulunu bizdən istəyir. X-in qısa elektron formulu NS2-dir. Deməli, X neçənci qrupda yerləşəcək uşaqlar? NS2-dirsə, əlbəttə ki, ikinci qrupda yerləşəcək. Demək, onun müvafiq olaraq valentli ekvivalentlidir. Y isə NS2, NP4-dür. Y neçənci qrupda yerləşəcək? 6-cı qrupda yerləşir. X ikinci qrupda yerləşir, metaldır. Y isə 6-cı qrupda yerləşir, qeyri-metaldır. Və ümumiyyətcə, belə deyək, 6-cı qrup qeyri-metallarının belə deyək, metallarla birləşmədə valentlikləri həmişə neçə olur? 2. Həm də ki, bu NS2, MP4 deyil. Biz bunu Y üçün yazmışdıq da. Bunun tək elektronlarının sayına fikir versəz, P yarım səviyyəsində tək elektronlarının sayı neçə ədəd olacaq? 2 ədəd. Deməli, ekvivalentlik göstərir. Kimya formulumuz olacaq X, Y-dir. İndi mənə deyir, formulu müəyyən et. Birincisi olacaq X, Y qeyd etdim. Daha sonra deyir, birləşmədə Y-in oksidləşmə dərəcəsinə. Deməli, bu birləşməmiz nə oldu uşaqlar? X, Y. X metaldır. Bilirik ki, 2 valentlidir. Oksidləşmə dərəcəsi müsbət 2-dir. Burası siz məchul bir A yazıb ondan da tapa bilərsiniz. A plus 2, oksidləşmə dərəcəsinin cəbri cəmi 0-dır. A-nı buradan taparsınız mənfi 2. Həm də ki, belə deyim ki, abituriyent artıq bilməlidir ki, 6-cı qrup elementidirsə, 6-cı qrup elementi metallarla birləşməyə girəndə onun oksidləşmə dərəcəsi mənfi 2 olur. Yəni, ikinci də müvafiq olaraq nə kimi götürərsiniz? Mənfi 2 şəklində. Keçək 4-cü tapşırığa. Gəlin görək 4-cü tapşırığa bizdə nə deyir? Aha. Deyir ki, Y elementinin nisbi atom kütləsi X elementinin nisbi atom kütləsindən neçə dəfə çoxdur? 3 dəfə çoxdur. Nə deyir? 3 dəfə çoxdur. Yaxşı, onda Y-in kütləsini X-in kütləsinə böləndə 3 eləyir. Eləmi? Yaza bilərikmi? Y bərabərdir 3X. Bunu qeyd etdim. Aha. Və deyir ki, X və Y-dən ibarət olan birləşmədə Y-in kütlə payı 40%-dir. Demək, omega Y-in kütlə payı 40%-dirsə, onda omega X-in kütlə payı da 60%-dir də. Yaxşı, kütlə payları verildiyi zaman elementlərin uşaqlar, belə deyək də, kimya formulunu necə çıxarırıq? Həmin kütlə paylarını bölürük elementlərin nisbi atom kütləsinə. X üçün 60-dır. 60-ı bölürəm X-ə, Y üçün isə 40%-dir. 40-ı da bölürəm Y-ə. Y-in yerinə burada 3X yazmışdım. Onda yazaram mı ki, uşaqlar, 60 bölünsün X,
40 bölünsün y-in yerinə də 3x yazıram. Tənliyin sol və sağ tərəfini mən kəsirdən azad etməkdən ötürü sol tərəfi də götürüb 3x-ə vururam, sağ tərəfi də götürüb 3x-ə vururam. Bu mümkündür də, riyaziyyatda bilirsiniz. Burada eləyəcək 188, 180 daha doğrusu, burada eləyəcək 40. Bunu da ən kiçik 20-yə ixtisar eləsəm 9-un 2 kimi olacaq. Deməli, onda bu tapdığım 9 ki var, mənə deyir ki, x var, bir də ki, y-dən ibarətdir. Bizə x-in indeksinə A deyək, y-in indeksinə B deyək, eləmi uşaqlar? Onda deməli bizim tapdığımız bu 9 nəyin payıdır? X-in payıdır, eləmi? Bu tapdığım 2 isə nəyin payıdır? Y-in payıdır da. Deməli onda bizim birləşmənin formulu x9 y2 şəklindədir. Bu məndən istənilən birinci idi. Daha sonra deyir ki, x-in y-n birləşməsinin tərkibində olan elementlərin kütlə nisbətini hesablayın. Yaxşı. Deməli bizim birləşmə x9 y2 idi. Kütlə nisbətini tapanda x-in kütləsini bilmirəm. Yəni ki, bilmədiyim üçün indeksi 9-dur. Kütləsini bilsəydim, vurardım indeksinə 9-a. Bu eləyir 9x. Bunun nisbəti, bax bu bölmə deyil, uşaqlar, bu nisbətdir. 2y şəklində yazaram, eləmi? 9x nisbət, y-in də yerinə götürüb bunu yaza bilərəm. Bax, bunu yazmışdım, y bərabərdir 3x. Y-in yerinə eləyəndə bu da 6x eləyir. 2x-ə hər tərəfini, daha doğrusu 3x-ə hər tərəfini ixtisar etsək, bu eləyəcək 3. Bunu da 3-ə ixtisar eləsəm 2. 3-ün 2 nisbətində olacaq. x3 y-nə şəklində olacaq. Daha doğrusu bu formulu demək düzgün deyil. Yəni ki, kütlə nisbəti nə olacaq? Kütlə nisbəti olacaq 3-ün 2 şəklində. Kimya formulu x9 y2 idi. Bu birinci istənilən idi. Kütlə nisbəti deyəndə isə 3-ün 2 şəklində nə edə bilərsiniz? Qeyd edə bilərsiniz. Daha sonra keçirik növbəti tapşırıq. Növbəti tapşırığımız 5-ci tapşırıqdır. Deyir, x ilə y var. Qısa elektron formullarını verir. 4 mol x-in y-lə reaksiyası zamanı neçə mol elektronun reduksiya edicidən oksidləşdiriciyə keçdiyini müəyyən edin. Yaxşı, yazaq. Demək, x-ə baxıram ki, 3s2 3p1-dir. X üçün yazanda 3s2 3p1-dir. Eləmi? Bu x neçənci qrupda yerləşdi? 3-cü qrupda. Deməli, bu x neçədir? 3 valentlidir də, eləmi? Alüminiumla söhbət gedir də uşaqlar. 3-ü qeyd etdim bura. Daha sonra y 3s2 3p4-dür. Y üçün yazanda da 3s2 3p4 şəklində yazanda baxıram ki, yenə də bu 6-cı qrup elementidir. Bayaqki testdə də dedim ki, 6-cı qrup elementləri üçün metallarla birləşmədə neçə valentli olurlar? 2 valentli. Ya da ki, p yarım səviyyəsini çəkdikdə bunun 2 dənə tək elektronu var. Ümumiyyətlə tək elektron da valentlik sayını göstərir. Bu da 2 valentli. Formula olacaq x2 y3. İndi mənə deyir ki, x-in y-lə reaksiyası zamanı neçə mol elektron reduksiya edicidən oksidləşdiriciyə keçir. Bunun üçün mən kimyəvi reaksiyanı yazmalıyam. Yazıram ki, x y-lə reaksiya girir, alınır x2 y3. Elə yazıram ki, x0 oksidləşmə dərəcəsindən x müsbət 3 oksidləşmə dərəcəsinə gəldi. Hardan bildim müsbət 3? Metalın valentliyi qeyri-metalın indeksində yazıldı. Bildim ki, x3 valentlidir, eləmi? Burada da yazmışıq. Oksid metaldakı, belə deyək də, valentliyinin müsbət qiyməti qədər oksidləşmə dərəcəsi göstərir, müsbət 3. Daha sonra isə y isə 0-dan, y gəldi neçəyə? Mənfi 2-yə. Bayaq da qeyd etmişdim ki, 2 valentlidir və belə deyək də, 6-cı qrup elementləri metallarla birləşmədə mənfi 2 oksidləşmə dərəcəsi göstərirlər. Burada da oldu mənfi 2. Solda da, sağda da x ait bir cür oksidləşmə dərəcəsi var. İndeksini soldan götürəcəm, əmsalını sola yazacağım. Yəni ki, 3 elektron verdi, minus 3, indeksi 1-dir deyə nəzərə almıram. Y-ə baxdıqda isə görürəm ki, Y-də də, solda da, sağda da bir cür oksidləşmə dərəcəsi var. Yenə də indeksini soldan götürəcək, əmsalını da sola yazacaq, eləmi? Daha sonra qeyd edirəm bunları 3-ün 2-yə, yerini dəyişirəm 2-nin 3-ə. Gətirib bura yazacağım nə? Bura götürüb yazacağım 2, burada yazıram 3. Bununla da tənliyi əmsallaşdırdım, bitdi. İndi mənə deyir ki, 4 mol x-in y-lə reaksiyası zamanı neçə mol elektronun reduksiya edicidən oksidləşdiriciyə keçdiyini. Bax, bizim reduksiya edicimiz hansıdır? Yox, y reduksiya edici deyil, üzr istəyirəm, x reduksiya edicidir. Çünki x belə deyək də 0 oksidləşmə dərəcəsindən nəyə gəldi? Müsbət belə deyək də 3 oksidləşmə dərəcəsinə gəldi. Yəni bizim reduksiya edicimiz x-dirsə, baxıram ki, qayda qanunla reaksiyaya fikir versək, görürəm ki, 2 mol x
reaksiya daxil olanda bizim reduksiya edicimiz ki var, bu x idi. Bu 2-ni gətirirəm, bu oxun üzərindəki 3-ə vururam həmişə. Neçə, belə deyək də, neçə mol elektron verdi x? Yəni x reduksiya edicidir. O elektronu nəyə verir? Oksidləşdiriciyə verdi. Onun üçün deyir reduksiya edicidən oksidləşdiriciyə keçən elektron sayı. 6 mol elektron verdi. Yaxşı, 4 mol x reaksiya, bu məsələn şərtində verilib də bu 4-ü. 4 mol girəndə nə olacaq? Bura yazıram bir sual. Və buradan da sualı tapıram ki, asanlıqla 12 mol neynədir? Elektron verdi. Bu məndən istənilən birinci idi. Bunu yazdım, haşiyə aldım. Daha sonra deyir ki, bu zaman alınan x-in y-in birləşməsinin miqdarını hesablayın. Miqdarını, yəni mol şəklində. Baxıram ki, yenə 1 mol x reaksiya, 2 mol daha doğrusu. 2 mol x reaksiya girəndə əmələ gələn x2, y3 neçə moldur? 1 moldur, eləmi? Bu hissəni qoy tam silim, sizdə çaşdırmasın. Deməli, 2 mol x reaksiyaya daxil olduğu zaman x-i buradan yazıram ki, aydın olsa, 1 mol x2, y3 əmələ gəlir də, elə uşaqlar. Yaxşı, bəs 4 mol olanda nə qədər alınacaq? Buradan da asanlıqla alınacaq 2 mol x2, y3. Bu da məndən istənilən neçənci şərt idi? İkinci şərt idi. Deməli, müvafiq olaraq birinciyə tapdıq biz nə? 12 mol elektron, ikinciyə də 2 mol x2, y3. Keçək növbəti tapşırığa. 6-cı tapşırıqdır. Gəlin görək nə deyir. Kalium permanganatın H-xlorla reaksiyasını verir və deyir oksidaşma reduksiya reaksiyasında reduksiya məhsulunun formulunu yazın və proses zamanı 5 mol H-xlor oksidləşən zaman əmələ gələn xlorun mol sayını hesablayın. Deməli, uşaqlar, biz bu reaksiyanı yazmaq istəmirəm. Çünki bunu artıq burada yazıb, belə deyim də, özü də əmsallaşdırıb. Oksidaşma reduksiya reaksiyasında reduksiya məhsulunun formulu. Reduksiya nə deməkdir? Element atomu oksidləşdirici olur. Proses isə nədir? Reduksiya prosesi. Əmələ gələn məhsul reduksiya məhsuludur. Deməli, biz burada nəyi tapmalıyıq? Oksidləşdiricini tapmalıyıq. Oksidləşdirici də burada kalium permanganat içərisinə fikir versək, manqandır. Çünki oksigenə biz, bax, kalium permanganatı buradan yazıram. Oksigenə -2, kaliuma 1 versəz, burada x, 1 plus x minus 8 bərabər 0, x-i buradan rahatlıqla taparsınız 7. Deməli, manqanın oksidləşmə dərəcəsi neçədir? 7. Manqan müsbət 7-dən gələcək. Manqan xlor 2-də nəyə uşaqlar? -1, bura x yazsaz, x minus 2 bərabərdir 0. Buradan gələcək müsbət 2-yə. Demək, manqan müsbət 7-dən manqan nəyə gəldi? Manqan müsbət 2 oksidləşmə dərəcəsinə gəldi. İndi mənə deyir ki, reaksiyasında reduksiya məhsulunun formulunu yazın. Reduksiya məhsulu, yəni burada manqan müsbət 7-dən manqan müsbət 2-yə gəldi deyə 5 elektron aldı. Oksidləşdiricidir. Proses reduksiyadır. Əmələ gələn məhsul reduksiya məhsuludur. Yəni sənin reduksiya məhsulun manqan xlor 2-dir. Aydındır? Deməli, manqan xlor 2 məndən istənilən birinci şərtdir ki, bu mənim reduksiya məhsulumdur. Bunu qeyd etdik. İndi deyir, proses zamanı 5 mol H-xlor oksidləşən zaman. Baxıram ki, xlordan -1-dən xlor gəlib 0-a. Həqiqətən də yazsam ki, xlor -1-dən xlor 0-a gəlibsə, xlor elektron verib. Aydındır? Elektron verib. Yəni, burada mənim elektron verən atomum xlordur, reduksiya edicidir və oksidləşib. Oksidləşmə məhsulu isə burada nədir? Xlor 2-dir. İndi mənə deyir ki, proses zamanı 5 mol H-xlor oksidləşən zaman. Qayda qanunla baxıram ki, mənim əlimdə 16 mol H-xlor var. 16 mol H-xlordan, belə deyək də, xlor atomlarının molu nə qədərdir? 16. Yaxşı, o 16 mol xlor atomunun nə qədər oksidləşib? 10 mol oksidləşib də. Sizi bu 5 çaşdırmasın. Bu 5 xlor 2 şəklindədir. Atom dediyi üçün burada, belə deyək də, deyir, proses zamanı 5 mol H-xlor oksidləşib. Burada 10 dənə xlor atomunun oksidləşdiyini görürsünüz. Əmələ gələn xlorun mol sayını yazıram. Baxıram ki, mən həqiqətən də bu 16 molun 10 mol xlor mənfi atomu oksidləşən zaman əmələ gələn xlorun molu nə qədərdir? 5 mol xlor 2 əmələ gəldi. Aydındır? İndi 5 mol H-xlor oksidləşən zaman nə olacaq? Bura yazıram bir sual. Bundan da, belə deyək də, 2 sualı tapırıq ki, burada nə qədər eləyəcək? 2,5 mol nəyin alınması baş verəcək? Xlor 2-nin. Bu da məndə olacaq ikinci. Birinciyə uyğun manqan xlor 2-dir, ikinciyə uyğun 2,5 mol xlor 2-dir. Keçək növbəti tapşırığa. 7-ci tapşırıqda dəmirin H2SO4 reaksiyasını verir. Oksidləşmə reduksiya reaksiyasında oksidləşdiricinin neçə faizinin reduksiya olunduğu. Uşaqların ən çox yaralı hissəsi oksidləşdiricinin neçə faizinin reduksiya olunduğu. Bax, belə şeylərdə çaşırlar. İndi müəllimə sizə bunu rahat yolunu desin. Dəmir üzərinə gəlinsin. H2SO4 yazmışam. Bu zaman alınır. Dəmir 2, SO4 3 dəfə.
Plus SO2 plus H2O. Qeyd etdik bunu. Oksidləşmə reduksiya reaksiyasında oksidləşdiricinin neçə faizinin reduksiya olunduğunu. Qızıl qayda nə idi? Baxıram ki, dəmir 0 oksidləşmə dərəcəsində dəmir müsbət 3-ə gəldi. 3 hardan olur? Metalın valentliyi neçədir? 3-dür. Oksidləşmə dərəcəsində onun müsbət qiyməti. Dəmir 0-dan dəmir müsbət 3-ə gəldisə, 3 dənə elektron verdi. Elə uşaqlar. Baxıram ki, solda da, sağda da dəmirə aid bir cür oksidləşmə dərəcəsi var. İndeksini soldan götürəm, əmsalı sola yazıram. İndeks də 1 olduğu üçün da 3 vurulsun, 1 yazmıram da. Aydın deyil, 3 yaza da bilərsiniz. Tam mənimsəyənə qədər. Sonra baxıram kükürt. Kükürt dəyişib. Kükürt müsbət 6-da, H2SO4-də müsbət 6-dır. Gəlib neçə uşaqlar? Müsbət 4-ə gəlib. Bunu da yazdım. Yazıram ki, kükürt müsbət 6-dan, kükürt gəlib müsbət 4-ə. Eləmi? Kükürt 2 dənə elektron alıb olub oksidləşdirici. Baxıram ki, solda kükürdə aid bir cür oksidləşmə dərəcəsi var, müsbət 6. Sağda isə 2 cürdür. Biri müsbət 4-dür, biri isə neçədir? Müsbət 6-dır. Aydındır? Deməli, baxıram ki, sağ tərəfdə artıq kükürdə aid fərqli oksidləşmə dərəcəsi daha çoxdur. Neçə cür oldu? 2 cür. Amma solda neçə cürdür? 1 cürdür. Aydındır? Ona görə harda daha çox fərqli oksidləşmə dərəcəsi göstərdi? Sağda. Ona görə indeksini sağdan götürürəm, əmsalını da sağa yazacağam. İndeksi SO2-də 1-dir deyə vur 1 də, yəni yazmasaz da olar. Daha sonra yazıram 3, sonra yazıram 2, 2, 3. Yaxşı, gətirirəm 2-ni yazıram bura, sonra 3-ü gətirib yazıram bura. Baxıram ki, kükürt burada 3 dənə, burada 3 dənə 6-dır, bura yazdım 6. Sol tərəfdə hidrogenim 12 dənədirsə, bura gətirib yazıram 6. Sol tərəfdə oksigen 6-nı 4-ə vurdum 24. Sağ tərəfdə 12 dənəsi SO4-də var. Belə deyək, 6 dənəsi SO2-də var. Elə də 18. 6 dənəsi suyun içərisindədir 24. Tənliyi yazdıq və əmsallaşdırdıq. İndi mənə deyir ki, oksidləşdiricinin neçə faizinin reduksiya olunduğu. Oksidləşdirici deyəndə kükürt olacaq eləmi? Kükürt baxıram ki, 6 moldur. Nə qədərdir? 6 moldur eləmi? Bu 6 molun belə deyək də 100% şəklindədir. Əlimdə 6 mol kükürt atomu var. Sadəcə bu 6 mol kükürt atomunun neçə molu reduksiya olundu? 3 molu, 3 kükürt atomu. Bu isə 3-yə x-dir. Buradan asanlıqla taparsınız ki, uşaqlar 50% olacaq. Bu məndən istənilən birinci şərt idi. Fərqli rəqlərlə yazıram ki, tam diqqətinizi çəksin. Reduksiya edicinin neçə faizinin oksidləşdiyini hesablayın. Baxıram ki, reduksiya edicim nədir burada? Dəmirdir, eləmi? Dəmir, baxıram ki, 2 mol dəmir atomum var. Bu neçə faizə uyğundur? 100% uyğundur. Dəmir, belə deyək də, 2 dəmir atomunun ikisi də, fikir ver, 2 dəmir atomunun ikisi də nədir ay uşaqlar? İkisi də reduksiya olunub. Yəni ki, dəmiri biz sadəcə dəmir 2SO4 3-ün içərisində görürük. Aydındır? Ona görə elə bunun 2 molunun 2 molu da reduksiya olunub. Elə buradan çıxır ki, onun 100%-i də neynədir uşaqlar? Onun 100%-nin də reduksiya olunduğunu görərik. Aydındır? Yəni müvafiq olaraq 1-ə 50, 2-yə isə 100 şəklində qeyd edə bilərik. Keçək növbəti tapşırığa 8-də. Deyir ki, oksidləşmə reduksiya reaksiyasının növün və oksidləşmə məhsulu. Bu nisbətən rahat tapşırıq olacaq sizin üçün. Oksidləşmə reduksiya reaksiyasının növünü. Bilirik ki, oksidləşmə reduksiya reaksiyasının 4 əsas növü var. Molekullar arası, molekul daxili öz-özünə, digər adı disproporsiya, 4-cü növü isə əks öz-özünə, digər adı isə kommutasiyadır. Oksidləşmə reduksiya reaksiyasının növünə baxıram ki, indi burada oksidləşmə dərəcəsini dəyişən biri manqandır. Manqan müsbət 2-dən, kalium 2 manqan O4-də müsbət 7-yə gəlib. Bunu bildik. Daha sonra oksidləşmə dərəcəsini dəyişənin biri xlordur. Müsbət 5-dən xlor gəlib mənfi 1-ə. Eləmi? Bizim oksidləşmə dərəcəsini dəyişən elementlər fərqlidir. Biri manqan oldu, biri xlor oldu və ayrı-ayrı molekulların da içərisində yerləşdiyi üçün uşaqlar, bu olacaq molekullar arası. Yəni X-ə yazasınız, molekul arası. Bunu tapdıq. Bir də deyir ki, oksidləşmə məhsulunu müəyyən edin. Oksidləşmə məhsulu deyirsə, biz reduksiya edicini axtarmalıyıq. Reduksiya edici də burada bariz görünür ki, manqan müsbət 2-dən manqan müsbət 7-yə gəlibsə, 5 dənə elektron verir. Mənim reduksiya edicim manqandır. O oksidləşir, əmələ gələn məhsul isə nə olacaq? Oksidləşmə məhsulu. Oksidləşmə məhsulu da nədir? Ay uşaqlar, kalium 2 manqan O4-dür. Çünki burada manqan artıq müsbət 7-yə gəldi. Aydındır? Müsbət 7-yə. Deməli, məndən birinci istənilirdi molekullar arası. Oksidləşmə məhsulu Y-dir. Y-i də biz tapdıq ki, nə? Oksidləşmə məhsulu kalium 2 manqan O4 şəklində qeyd eləyə bilərik. Keçək 9-cu tapşırığa.
Nə deyir 9-da? Amoniakın yanma reaksiyasının tənliyini yazın və əmsallaşdırın. Reaksiyanın qrafikinə əsasən oksidləşmə məhsulunun kütləsini müəyyən edin. Demək, amoniakın yanma reaksiyası deyirsə burada, amoniak bilirsiniz ki, iki cür yanır uşaqlar. Amoniak bir saf oksigende yanır. Bu zaman alınır azot və su. Bir də amoniak temperatur katalizator iştiraki olanda burada NO və su alınır. Burada sadəcə yanmadır. Söhbət gedirsə, burada sadəcə temperatur var. Yəni, burada əmələ gəlir N2 plus H2. İndi mənə deyir, yaz və əmsallaşdır. Yazaq əmsallaşdır. Azot -3-dən, azot gəldi 0-a. Oksigen 0-dan gəldi -2-yə. Baxıram, azot -3-dən, azot gəldi 0-a. Neynədir? 3 dənə elektron verdi. Eləmi uşaqlar? Çünki oksidləşmə dərəcəsi artdı. Solda da, sağda da azota aid bir cür oksidləşmə dərəcəsi var. İndeksini soldan götürəcəm. Əmsal solu da 1-dir deyə indeksi yazmıram. Əmsalı isə sola yazacağam. Bunu yazdım. Keçirəm oksigenə. Oksigen 0-dan oksigen gəldi neçəyə? -2-yə. Baxıram ki, solda da, sağda da oksigenə aid nə mövcuddur? Bir cür oksidləşmə dərəcəsi. Onda indeksini soldan götürəcək. Əmsalını isə hara yazacağam? Sola yazacağam. Uşaqlar, baxıram ki, deməli 2 dənə elektron aldı. Amma bunun sol tərəfində indeksi 2-dir axı. Bunu yazdım 2-ni bura. Burada oldu 3, burada oldu 4. Yerini dəyişdim 4, 3. Bura yazıram 4, burada yazıram 3. Azot solda 4-dür, sağa yazıram 2. Oksigen solda baxıram ki, 6 dənədirsə, burada yazıram 6. Solda hidrogenim 12, sağda 12 dənədir, bitdi. Əmsallaşdırdıq, bitirdik. İndi keçək, növbəti məndən birinci istənilən bu tənliyi yazmaq idi və bu tənliyi nə etmək idi uşaqlar? Bu tənliyi əmsallaşdırmaq idi. Biz də bunu həyata keçirdik. Bu birincidir, yazdım. Daha sonra deyir ki, reaksiyanın qrafikinə əsasən oksidləşmə məhsulunun kütləsini hesablayın. Uşaqlar, qrafika baxanda nə görürsünüz? Yəni ki, bəzən uşaqlar qrafika baxanda qorxurlar, qrafik məsələlərindən daha doğrusu. Amma qorxmağa ehtiyac yoxdur. Məntiqlə fikirləşirik. Başlanğıc maddələr verilib və başlanğıc maddələrin hər ikisinin kütləsi eynidir. Məsələn, buna deyək ki, hər ikisinin kütləsi M-dir. Eləmi uşaqlar? Baxıram ki, qayda-qana, bayaqki alüminium məsələsindəki kimi reaksiyaya nə qədər NH3 girib. NH3-ə fikir versəz, görərsiniz ki, NH3-ün M-i 17-dir. 4-ə vursaz 68 qram. Oksigen nə qədər reaksiya girib? Yenə 96 qram. Uşaqlar, məntiqlə fikirləşirsiniz. Bu maddələrin hər ikisini eyni kütlədə götürmüşəm mən, eləmi? Bax, birini M götürmüşəm, bunu da M. Bunların hansından artıq qalar? Hansının kütləsi azdısa ondan artıq qalar da. Biri var ki, M-i 96 yerə bilərsən, biri var ki, M-i 68 yerə. Hansı daha çox sərf olunlar? Əlbəttə ki, oksigen eyni kütlədə götürəndə amoniakdan artıq qalacaq. İndi mənə deyir ki, oksidləşmə məhsulunun kütləsini müəyyən et, eləmi? Baxıram ki, qayda-qanunla fikir versəm, görərəm ki, bunların hər ikisini eyni kütlədə götürdüm. Məsələn, hər ikisini neçə qram götürək? 96 qram yazıram. Hər ikisi üçün 96 qram götürürəm. Onda amoniakdan nə qədər artıq qalar? 96 çıxılsın 68. Bu da mənə verər 28 eləyir də deyəsən. Elə, hə. 28 qram artıq qalma olacaq. Nədən? NH3-dən. Deyir, reaksiyanın qrafikinə əsasən oksidləşmə məhsulunun kütləsi. Oksidləşmə məhsulu deyəndə reduks edici axtarılırdı. Oksidləşmə məhsulu, yəni reduks edici burada azot atomu idi. -3-dən 0-a gəlmişdi və əmələ gələn məhsul, bax, oksidləşmə məhsulu sizin N2-nizdir də uşaqlar, N2-dir. Deməli, baxıram ki, qayda-qanunla 28 qram artıq qalma olanda nə qədər, belə deyim də, oksidləşmə məhsulu alınır? 2 vurulsun 28 qram. Elə, bunu bildik. Yaxşı, mənə artıq qalanı nə qədər verib? 7 qram. Deyərsən ki, aman Allah, müəllimə, sən hardan bildin ki, bunun 7 qramı artıq qalıb? Bax, bu uşaqlar, bu görürsünüz, bir dənə fərqli qələmdən yazacağım. Fikir ver bura. Bax, bu axıra qədər sərf olunub gedən oksigendir. Bu artıq qalan var, bax, burada dayanan var, bu 7-də dayanan, bu 7-də dayanan. Bu isə sənin NH3-ündür. Oksigen hamısı sərf olunub. Hər ikisini M kütlədə götürmüşəm. NH3-ün başlanğıc miqdarı nə qədərdir? M. NH3 sonda gəldi, nədə dayandı? 7. Deməli, NH3-dən nə qədər sərf olundu? M-7 qramı sərf olundu, eləmi? 7-də gəldi, dayandısa, demək 7 onun son miqdarıdır. Qabın içində qalan son miqdarı 7 qramdır. Deməli, yaxşı, onda 7 qram artıq qalan zaman, belə deyək də, 7 qram artıq qalan zaman əmələ gələn oksidləşmə məhsulunun qramını soruşur məndən, bu da sual. Bu da rahatlıqla 4, bu da 2. Taparsınız ki, 14 qram neyniyəcək uşaqlar? Bizim burada 14 qram, belə deyək də, artıq qalan maddəmiz olacaq. Yəni, bu da məndən istənilən ikinci idi. Birinci nə idi? Reaksiya tənliyini yazmaq və əmsallaşdırmaq, onu da qeyd etdim. Keçək növbəti tapşırığa.
Növbəti tapşırıqda gəlin görək bizə nə deyir. Növbəti tapşırıqda deməli sink sulfidi verir və sink sulfidin yanma reaksiyası bax eyni bayaqkı kimidir uşaqlar. Bayaqkı kimidir. Demək yazıram ki, mənim var əlimdə sink sulfidim oksigində yanır və yanması nəticəsində sink oksid və SO2 əmələ gəlir. Eləmi? İndi məndən nə soruşur? Deyir ki, reaksiya tənliyini yaz və əmsallaşdır. Bu birinci istənədir. Sink müsbət 2-də sink metaldır deyə müsbət 2 göstərir. Heç burada sink daha doğrusu belə deyək də heç bunu yazmaya ehtiyac yoxdur. Çünki sink oksidləşmə dərəcəsini dəyişmir. Kükürdə baxıram ki, kükürt -2-dən kükürt gələcək müsbət 4-ə. Eləmi? Yazıram ki, kükürt -2-dən ikimiz nə yaman çirkin oldu. -2-dən müsbət 4-ə gəlib. 6 dənə elektron verib. Amma diqqətlə fikir versən, solda da sağda da kükürlər bir cür oksidləşmədir. Bir cür oksidləşmə dərəcəsi nə deməkdir uşaqlar? Yəni solda da bir dənə oksidləşmə dərəcəsi göstərir. Bir maddə, sadəcə bir maddənin içərisində. Sağda da bir maddənin içərisində bir dənə oksidləşmə dərəcəsi göstərir. Yəni kükürdü biz məsələn solda 2 maddənin içində, sağda da 2 maddənin içində görmürük. Aydındır? Ona görə solda da sağda da eyni cür oksidləşmə dərəcəsi göstərdiyi üçün, yəni eyni cür deyəndə bir cür oksidləşmə dərəcəsi göstərdiyi üçün indeksini soldan götürəsən, əmsalını da sola yazasan. İndeksi sink sulfid 1-dir deyə ehtiyac yoxdur. Yəni bu atom neynədir? 6 dənə elektron verdi. Oksigenə baxıram. Oksigen 0-dan, oksigen gəldi neçəyə? -2-yə. Yazıram ki, oksigen 0-dan, oksigen gəldi -2-yə. 2 dənə elektron aldı, okey. Amma baxıram ki, solda bir cürdür. Bax, dediyim budur uşaqlar. Solda bir cürdür. Sadəcə oksigen o 2-nin içərisində. Amma sağda həm sink oksidin içində var, həm də SO2-nin içərisində var. 2 cür fərqli maddənin içərisində oksidləşmə dərəcəsi göstərir. Artıq 2 cür daha çoxdur deyə, ona görə mən indeksini sağdan götürəcəm, əmsalını da sağa yazacam. Aydındır? Onda deməli, sink oksidin içərisində dəyişdi də. Sink oksidin içərisində indeksi 1-dir deyə dayvur 1 yaza bilərsiniz, yazmasınız da olar, dəyişmir olacaq. 6-nın 2-yə ixtisar edirəm, 3-ün 1-ə, 1-in 3 şəklində yazacağam. 1-i gətirəcəm solda, kükürt 2 mənfi nəyin içərisindədir? Buradadır, bura yazıram. 3-ü gətirəcəm sağda, sink belə deyək də, sağda yazacağıq da, bir dəqiqə. Kükürdə baxıram ki, kükürd olacaq nə? Kükürdün oksidləşmə. Uşaqlar, diqqətlə fikir versək bir şeyi diqqətinizə çatdırım. Oksigenə aid solda oksidləşmə dərəcəsini neçə gördük? 0 gördük, eləmi? Mən bunu kükürd üçün, kükürt müsbət 4 məni çaşdırdı. Artıq elə bildim ki, bu oksigendir. Ona görə. Oksigen solda nədir? 0 oksidləşmə dərəcəsidir, eləmi? Sağ tərəfdə də yenə oksigen həm -2 sink oksidin içərisində göstərir. Bu müsbət 4 məni bir anlıq çaşdırdı. Burada da yenə neçə olacaq? -2 olacaq da, eləmi? Yəni oksidləşmə dərəcəsinə baxıram ki, solda da, sağda da oksigenin oksidləşmə dərəcəsi nədir? Eyni cürdür. Çünki solda da bir cür göstərib 0, yəni sağda da bir cür göstərib -2. Ona görə də mən bunun, belə deyim də, indeksini soldan götürəcəm, əmsalını isə nəyə yazacam uşaqlar? Əlbəttə ki, sola yazacam. Yazdım bura sola. Aydındır? Və baxıram ki, sol tərəfdə artıq oksigenin sayı neçədir? 2-dir. Burada gətirib bunu qəşəng eləyəcəm 2. Daha sonra olacaq 6, bura yazacam 4. Daha sonra isə bu hissəni tam silək ki, səliqəli olsun. 4 yazdıq və belə deyək də 2-yə ixtisar etdim mən. 2-yə ixtisar eləyəndə 3, 2-yə ixtisar eləyəndə 2, daha sonra isə yerini dəyişdim 2 və 3. Onda götürdük, bura yazdıq 2, burada yazdıq neçə? Oksigenin qabağına 3, sink burada 2 olacaq. Oksigenimə isə fikir ver, kükürt solda 2 dənədirsə, burada sağda da 2 dənə yazacam, tənliyi əmsallaşdıracam. Bu bitdi, getdi. Məndən deyir, tənliyi yaz və əmsallaşdır. Oksigen solda 6 dənədir, sağda da 6 dənədir, vəsiyo. Bayaqlarım, uşaqlar, bu müsbət 4 ki var deyə, kükürt müsbəti, o bir anlıq məni çaşdırdı. Ümidvaram ki, başa düşdünüz. İndi bu birinci məndən istənilən idi. Bu hissələri siləm ki, artıq yer açılsın burada. Bir dəqiqə. Əmsallarda getdi, eybi yoxdur. Bura yazırıq 2. Oksigenin isə burada olacaq neçə? 3. Bu məndən istənilən birinci şərt idi. Daha sonra deyir ki, əmsallaşdırın reaksiyanın qrafikinə əsasən oksidləşmə məhsulunun kütləsini. Yenə də diqqətlə fikir versək, uşaqlar, görəcəyik ki, görürük ki, biz burada nə baş verəcək? Bunların hər ikisini eyni kütlədə götürüb, bax yenə bayaqki məsələ kimi hər ikisini eyni kütlədə götürüb. Reaksiyaya daxil olan sink sulfidə fikir versək, onun emiri 97-dir. Vurarıq 2-yə, asanlıqla baxarıq ki, bu 194 qramdır. Oksigen isə 96 qramdır. Bunların hər ikisini eyni kütlədə götürsəm mən uşaqlar, deməli, bu maddənin hansından artıq qalacaq? Əlbəttə ki,
oksigendən artıq qalacaq. Biri var ki, sən gətir M böl 196 yerə, biri də var ki, belə deyək də, daha doğrusu 194 yerə, bir də var ki, M-i gətir 96 yerə böl. Əlbəttə ki, burada M böl 194 daha kiçik rəqəm alacaq və belə deyək də, bizim axıra qədər sərf olunan sink sulfidi, yəni belə deyim də, çoxun hamısı sərf olunacaq və azdan isə necə artıq qalacaq. Nə qədər artıq qalacaq? 194-dən çıxıram 96-nı, baxıram ki, 98 qram neynədir? Artıq qalma prosesi baş verdi. Amma mənə deyir ki, 49 qram artıq qalıb. Reaksiya qrafikinə əsasən oksidləşmə məhsulunun kütləsi. Oksidləşmə məhsulu deyirsə, yəni reduksiya edicidir, oksidləşib. Reduksiya edicidir, oksidləşən burada kükürt idi də, bayaqlarım yazmışdıq da. Kükürt -2-dən, kükürt gəlirdi müsbət 4-ə. Və sink sulfid burada olurdu mənim reduksiya edicim, oksidləşirdi. Oksidləşmə məhsulu da nə idi uşaqlar? Əlbəttə ki, SO2 idi və sol tərəfdə burada da baxıraq ki, sink sulfiddə kükürtdür. Burada da neçə olacaq? Belə deyək də 2 mol olacaq. İndi baxıram ki, eyni kütlədə götürsəydim başlanğıc maddələri 98 qram artıq qalanda 2 vurulsun SO2-nin əmiri 64 qram. Mənə də 49 qram dediyi üçün 49 üçün də sual şəklində yazıram və buradan da sualı asanlıqla taparıq ki, nə qədər 64 qram artıq qalma olacaq. Yəni bu da olacaq mənim nəyim? Əlbəttə ki, ikinci, birinci də olacaq nə uşaqlar? Birinci də tənliyi yazıb əmsallaşdırma. Keçək növbəti tapşırığa. Gəlin görək növbəti tapşırıqda bizə nə deyir. Deməli, manqan xlorikinin H-xlor-O, kalium-xlor-O və kalium-OH-la reaksiya tənliyini verir və tənliyin yazıb əmsallaşdırılmağını istəyir bizdən. Yazaq buradan elə manqan xlor 2 plus kalium-xlor-O plus kalium-OH. Reaksiyadan alınır kalium-manqan O4 plus kalium-xlor plus su. Yazdım. İndi deyir, reaksiya tənliyini əmsallaşdırın. Oksidləşmə dərəcəsini dəyişən atomlara fikir verdikdə, baxıram ki, burada deməli manqan. Oksidləşmə dərəcəsini dəyişən biri manqandır. Manqan neçə olacaq? Müsbət 2. Manqan müsbət 2-dən, qələm niyə yazmadım? Manqan müsbət 2-dən, manqan oksidləşmə dərəcəsi oksigen -2, bura müsbət 7-yə gələcək. Xlor isə belə deyək də, müsbət 1-dən, xlor gələcək -1-ə. Başqa oksidləşmə dərəcəsini dəyişən atom yoxdur. Asanlıqla yazıram ki, manqan müsbət 2-dən, manqan gəldi müsbət 7-yə. 5 dənə elektron verdi, eləmi? Solda da, sağda da manqana aid bir cür oksidləşmə dərəcəsi var. Baxın, manqan, sadəcə manqan xlorun içərisindədir. Bir cür oksidləşmə dərəcəsi göstərir, müsbət 2. Baxıram ki, kalium permanqanatın içində isə müsbət 7-dir. Başqa da maddənin içərisində manqana rast gəlinmir. Deməli, neynədir? 5 dənə elektron verdi. Daha sonra kalium xlor-O-ya baxıram ki, xlor müsbət 1-dən, xlor gəlir -1-ə, eləmi? Burada isə fikir versək görərik ki, 2 elektron, belə deyək də, alması prosesi baş verəcək. Manqan üçün, yəni indi solda da, sağda da bir cür oksidləşmə dərəcəsi var. İndeksini soldan götürəcəm. Solda da 1 idi deyə yazmadım. Əmsal sola yazacağım. Xlor sol tərəfdə bir cür oksidləşmə dərəcəsi göstərir. Yəni ki, müsbət 1, yəni bir maddənin içərisində. Kalium xlorda isə nə olacaq? Yenə də bir cür oksidləşmə dərəcəsi göstərəcək və -1 olacaq. Yenə bunda da indeksini soldan götürüb əmsalını da sola yazacağım. İndeksi də 1 olduğu üçün daha vur 1 yazmıram, mənası yoxdur. Daha sonra yazıram ki, 5-in 2-yə, onda 2-nin 5-ə. Gətiririk, burada neyniyəcək? 2-ni buradan yazarıq və 5-i isə burada kalium xlor-O-nun qarşısına yazaram. Daha sonra bunu yazdıqdan sonra fikir verirəm ki, solda manqanım 2-dirsə, sağda da gətirib manqanın qarşısına 2 yazacağam. Kaliumuma fikir verirəm ki, kaliumu belə deyək də, xlora daha doğrusu, çünki kalium 2 maddənin içərisindədir. Xlora fikir verirəm ki, solda xlor neçə dənədir uşaqlar? 2-ni vurdum 2-yə, bax 2-ni bu 2-yə vurdum. 4 xlor burada var, 5 dənə xlor burada. Cəmi 9 dənə xlorum var, eləmi sənin? Baxıram ki, sağ tərəfinə diqqətlə fikir versən. Burada kalium xlordur da, belə deyək. Xlor bir dənə kalium xlorun içərisindədir. Sən bura gətirib 9 yazmalısan. Baxıram ki, tənliyin sağ tərəfində 2 kalium burada, 9 kalium burada, 11 dənədir. Sol tərəfdə isə 5 dənə kaliumum var. 11-dən 5-i çıxırsan, 6-nı da gətirib yazırsan bura. Sol tərəfdə hidrogenim 6 dənədirsə, sağ tərəfdə hidrogen sadəcə suyun içərisindədir. Burada gətirib yazırsan 1, 3. Və tənliyin solunda da, sağında da baxıram ki, oksigenin solda 11 dənədir, sağda da 8 dənəsi kalium permanqanatın içərisində, 3 dənəsi də suyun içərisindədir. Solda da 11 dənədir, yəni oksigen sayı bərabərdir. Əmsallaşdırdıq, bu məndən istənilən birinci idi. Və daha sonra deyir, oksidləşdiricinin əmsalını yaz. Oksidləşdirici hansı idi? Əlbəttə ki, xlor idi. Xlor müsbət 1-dən -1-ə gəldi. Xlor müsbət 1 sənin oksidləşdirici atomundur və o isə
Kalium xlor onun içərisində yerləşir və onun kalium xlorunun da əmsalı neçədir? Müsbət 5-dir. Yəni məndən istənilən ikinci ya da uyğun cavabın sənin olacaq 5. Keçək növbəti tapşırığa. Gəlin görək növbəti tapşırıqda nə deyir? Bu elə bayaqki məsələ idi. Oksidləşmə reduksiya reaksiyasında belə deyək də, reduksiya edicinin və reduksiya məhsulunun formulunu yazın. Sənin reduksiya edicini diqqətlə fikir versəydim, bayaqki məsələn videonu geri çəkərək də siz yaza bilərsiniz, amma mən yenidən göstərəm. Reduksiya edici manqandır. Manqan belə deyək də müsbət 2-dən, manqan gələcək müsbət 7-yə. Sənin burada reduksiya edicin deyəndə bu birincidir. Reduksiya edicin olacaq, yəni reduksiya edicini və reduksiya məhsulunu göstərin. Reduksiya edici maddən olacaq burada nə? Əlbəttə ki, manqan xlor 2. Aydındır? Və deyir ki, reduksiya məhsulunun formulunu yaz. Reduksiya məhsulu deyəndə oksidləşdiricini axtarırıq. Oksidləşdirici də xlor idi. Xlor müsbət 1-dən, belə deyək də, xlor gəlirdi mənfi 1-ə, eləmi? Burada reduksiya məhsulu deyəndə məhsulda axtaracağıq və reduksiya məhsulunda sənin olacaq nə? Kalium xlor. Keçirik növbəti tapşırığa 13-ə. 13-də deyir, azotun qəbul etdiyi elektronların sayını müəyyən et. Davam edirik uşaqlar və mənə deyir ki, cədvəli tamamla. Yazıram buradan, tam aydın olsun deyə sizin üçün yazacağım. Azot müsbət 5-dən, azot gəldi mənfi 3-ə. Mənfi 3-ə. Azotun oksidləşmə dərəcəsi azaldı. Deməli, azot burada elektron verdi. Neçə elektron verdi uşaqlar? Baxın, mən bunu yeni başlayan uşaqlar üçün hazırlığa ədəd oxundan istifadə edirəm. Aralığı sayırıq. Amma artıq irəliləyən uşaqlar da müsbət 5 ilə mənfi 3 arasını bilir ki, artıq elektron alıb, özü də 8 dənə elektron alıb. Yəni, qəbul etdiyi elektron sayını burada nə qədər yazacağım? 8. Sonra yazıram NO3 mənfi. Yaxşı, burada tapaq, buradan yazıram. NO3 nə olacaq? Mənfi 1 olacaq, eləmi? Azot burada X-dir. Məsələn, azotu X, oksigen mənfi 2. Yazırsınız ki, X minus mənfi 2-ni vurdum üçün 6 bərabərdir mənfi 1. X də bərabər müsbət 5. Ya da ki, artıq kimyadan irəliləyən uşaqlar bilir ki, bu nitrat turşusunun qalıqıdır, eləmi? Nitrat turşusunda azotun oksidləşmə dərəcəsi neçədirsə, onun belə deyək də, qalığında da azotun oksidləşmə dərəcəsi elə olacaq. Deməli, azot müsbət 5-dən gələcək. Keçirəm NO2 mənfiyə. Nəyə? NO2 mənfiyə. NO2 mənfidə isə uşaqlar necə olacaq? Bu hansı turşunun qalıqıdır? Nitrit turşusunun. Orada azotun oksidləşməsi nədirsə, burada da. Bunu da belə şəkildə də yaza bilərik də. Azota X yazarıq. Oksigenə mənfi 2. Yazarıq ki, X minus 4 bərabərdir mənfi 1. X-i də buradan taparam müsbət 3. Aydındır? Deməli, azot müsbət 5-dən müsbət 3-ə gəlibsə, qəbul elədiyi elektron sayı 2-dir. Yəni, burada yazırıq 2. Keçirik növbətiyə. Növbəti hissəyə, bunlar silək. Burada da HNO3. HNO3-də azotun oksidləşmə dərəcəsi neçədir? Müsbət 5-dir. Müsbət 5-dən HNO3-də NO-ya gəlir. NO-da neçə olacaq uşaqlar? NO-da da rahat oksigenə mənfi 2 versiniz. Burada X. X minus 2 bərabərdir 0. X-i də buradan taparsınız. Müsbət 2. Deməli, müsbət 2 plus neçə elektron? 3 elektron aldı. Eləmi uşaqlar? Deməli, burada da aldığı elektron sayını 3 şəklində qeyd edərik. Keçək növbəti tapşırığa. Deyir, kalium manqan O2-nin H-xlorla reaksiyasında deyir, reaksiya üzrə oksidləşdirici maddənin formulu, oksidləşmə məhsulunun formulu, suyun əmsalına görə mən artıq məcburam neyniyəm? Bu reaksiya tənini yazıb əmsallaşdırmalıyam. Aydındır? Onun üçün neyniyərik? Yazarıq, əmsallaşdırıq. Yaxşı. Yazıram ki, manqan O2 üzərinə gəlinsin H-xlor alınır. Manqan xlor 2 xlorun laboratoriyada alınma reaksiyalarındandır uşaqlar. Xlor plus nə alınacaq? Su. Baxırıq ki, manqan müsbət 4-dən, manqan gəlir müsbət 2-yə. Bunu yazdım. Xlor mənfi 1-dən 0-a gəlir. Yazıram. Manqan müsbət 4-dən, manqan müsbət 2-yə gəldi. Oksidləşmə dərəcəsi azaldı, elektron aldı. Neçə elektron aldı? 2. Baxıram ki, solda da, sağda da manqana aid belə deyək də, bir cür oksidləşmə dərəcəsi var. Ona görə indeksini soldan götürüb əmsalını sola yazacağım. Sonra yazıram. Xlor mənfi 1-dən, xlor gəldi neçəyə? 0-a. Elə mənfi 1-dən, xlor mənfi 1-dən, xlor gəldi 0-a. Xlor neynədir? Mənfi 1-dən 0-a gəldisə, oksidləşmə dərəcəsi artdı. Elektron verdi. Neçədən elektron verdi? 1 dənə. Baxıram ki, solda xlora aid bir cür oksidləşmə dərəcəsi var. Sadəcə mənfi 1. Aydındır uşaqlar? Mənfi 1. Amma sağ tərəfə fikir versəz, sağ tərəfdə 2 cürdür. Bax, biri burada xlor 0-dır, biri də burada mənfi 1-də. Hansı tərəfdə fərqli cür oksidləşmə dərəcəsinin sayı çoxdur? Əlbəttə ki, sağ tərəfdə, çünki burada 2 cür oksidləşmə dərəcəsi. Ona görə indeksini sağdan götürəcəm, əmsalını sağa yazacağım. Burada indeks burada xlor 2-dir də 2-dir. Vurulsun 2-ni nəzərə. Bax, burada aldım. Daha sonra bunlar da elektronlardır. Bunları da çəkək. 2-nin 2-yə, bu da 1-in 1-ə. Deməli, gətirib burada
burada 1 yazacağım xlor 2-nin qarşısına. Manqan müsbət 4-ün də qabağına gətirib 1 yazacağım. Bunu da yazdım bura. Daha sonra fikir verirəm ki, mənim sağ tərəfdə xlorumun sayı 4-dür. 2 dənəsi buradadır, ikisi burada. Bura gətirib 4 yazıram. Hidrogen solda 2-dirsə, burada da 2 yazmaqla tənliyi bitiririk. Sol tərəfdə oksigen 2-dir, sağda da 2-dir. İndi mənə deyir oksidləşdirici maddənin formulu. Oksidləşdiricim sənin manqandır. Eləmi? Manqan müsbət 4, çünki oksidləşdirici budur və onun formulu olacaq manqan O2. Bunu yazdıq. Oksidləşmə məhsulunun formulu. Oksidləşmə məhsulu axtarıramsa, birinci reduks edicini tapmalıyam. Reduks edicim nə idi? Xlor -1 idi də, eləmi? O oksidləşdi, gəldi xlor belə deyək də 0-a, eləmi? Xlor 2-yə. Deməli, sənin oksidləşmə məhsulunda xlor 2 olacaq da. Suyun əmsalını da neçə tapdıq uşaqlar? 2. Bu qədər bəsit. Keçək 15-ci tapşırığa. Gəlin görək nə deyir? Xlorun isti kalium OH məhluluna keçirdiyimiz zaman xloru oksidləşmə reduksiya reaksiyasının növünü və oksidləşmə məhsulu formulunu yazsın. Gəlin əvvəlcə biz kimyəvi reaksiyanı yazaq, tərtib eləyək. Demək, kalium OH xlorla reaksiyaya girir. 2 cür girər. Bir adi şəraitdə, bir də qızdırma. Bunlar isti dediyi üçün qızdırmadır. Kalium xlorid alınacaq, kalium xlorat alınacaq və bir də su alınacaq. Bu reaksiya tənliyidir. Mənə deyir ki, keçirdiyi zaman oksidləşmə reduksiya reaksiyasının növünü. Baxıram ki, xlor 0 oksidləşmə dərəcəsindən -1-ə, burada da müsbət 5-ə gəlir. Əgər kimyəvi element atomu bir oksidləşmə dərəcəsindən bir neçə oksidləşmə dərəcəsinə keçirsə, bu adlandırılacaq nə? Öz-özünə, öz-özünə. Digər adı nə olar? Ay uşaqlar. Əlbəttə ki, bunun digər adı disproporsiya. Hərf səhv ola bilər, üzr sayın. Yəni, bu növü budur. Birinci məndən istənilən budur. Daha sonra oksidləşmə məhsulunun formulunu yazın. Oksidləşmə məhsulu dediyi üçün, yəni reduks edicini birinci axtaraq. Oksidləşmə məhsulu, reduks edici, oksidləşdirici burada onsuz da xlordur. Xlor baxıram ki, 0-dan, mənə deyir oksidləşmə məhsulu. Xlor 0-dan, xlor müsbət 5-ə gələndə, xlor burada reduks edicidir, eləmi? 5 elektron verdi və oksidləşdi. Oksidləşmə məhsulda nə oldu? Burada kalium xlor, belə deyək də, O3. Oksidləşmə məhsulunun formulu, bu da məndən istənilən ikincidir. Bu da olacaq kalium xlor O3. Birinci istənilən öz-özünə disproporsiya, ikinci isə məhsul kalium xlor O3. Keçirik 16-cı tapşırıq. Sxemi tamamla. Deməli, mis verilib. Mis üzərinə gəlinsin. Qatı nitrat turşusu. HNO3 belə deyək də qatı. Bilirik ki, pasiv metalların qatı nitrat turşusu ilə reaksiyası zamanı uşaqlar demək, reduksiya məhsulu NO2 alınacaq və bir də su alınacaq. Bunu bildik. İndi mənə deyir ki, reduksiya məhsulunun formulu. Oksidləşmə dərəcəsini dəyişdi. Mis 0-dan müsbət 2-yə gəldi. Azot müsbət 5-dən, azot gəldi müsbət 4-ə. Reduksiya məhsulu deyirsə, mən oksidləşdiricini tapmalıyam. Mənim oksidləşdiricim azotdur. Azot müsbət 5-dən müsbət 4-ə gəlibsə, 1 elektron alıb, eləmi? Yəni ki, oksidləşmə dərəcəsi azalıb və oksidləşdiricidə reduksiya olub. Reduksiya məhsulu da əlbəttə ki, nə olacaq uşaqlar? Əlbəttə ki, olacaq NO2. Yəni, burada olacaq NO2. Və deyir ki, oksidləşmə məhsulu. Oksidləşmə məhsulu deyirsən, mən axtaracam nəyi? Reduks edicini. Misdir bu da. Mis 0-dan gəldi. Mis müsbət 2-yə 2 elektron verdi və burada mənim reduks edicim misdir. Oksidləşdi. Oksidləşmə məhsulu da nə oldu? Mis NO3 2 dəfə. Deməli, mis NO3 2 dəfə. Bunu yazdım. Daha sonra deyir, reaksiya daxil olan oksidləşdiricinin reduksiya olunan hissəsi. Bunun üçün biz artıq tənliyi yazıb əmsallaşdırma istəyirik. Bəzən sevinirsən ki, fisioda əmsallaşdırmayacağım. Amma elə bir sonda şey istəyirlər ki, sən yazıb əmsallaşdırma məcburiyyətindəsən. Baxıram ki, azot müsbət 5-dən müsbət 4-ə getdi, eləmi? Fikir verirəm. Mən elektronu hara yazacağam? Əmsalı hara yazacağam? Daha doğrusu əmsalı elektronlara əsasən. Baxıram ki, artıq mənim solda azot bir cür oksidləşmə dərəcəsi göstərib bir maddənin içərisində HNO3-ün. Sağda isə azot həm müsbət 4 göstərib, həm də ki, neçə göstərdi uşaqlar? Müsbət 5 göstərdi. Baxıram ki, sağ tərəfdə azota aid 2 cür fərqli 2 cür oksidləşmə dərəcəsi gördüm. Ona görə mən indeksi sağdan götürəcəm, əmsalı sağa yazacağım. Baxıram ki, indeks NO2-də 1-dir deyə, da 1 vur 1 yazmıram, mənası yoxdur. Mis 0-dan müsbət 2-yə gəldi, 2 elektron verdi, müsbət 2. Baxıram ki, artıq mis solda da, sağda da bir cür oksidləşmə dərəcəsi göstərib. Ona görə bunun indeksini soldan götürüb əmsalını sola yazıram. 1-in 2-yə, buradan da nə şəklində yazıram? 2-nin 1-ə. Bura gətirib yazdım 2, 1-i gətirib yazdım bura. Baxıram ki, sağ tərəfdə 4 dənə azot var, bura gətirib yazıram. 4, hidrogen solda 4 dənədirsə, bura gətirib yazıram 2. Mənə deyir ki, reaksiya daxil olan oksidləşdiricinin reduksiya olunan
faizinə. Oksidləşdiricim azot müsbət 5 idi də, müsbət 5-dən müsbət 4-ə. Neçə moldur? 4 mol. Bu 4 molum neçə faizə uyğundur? 100%-ə uyğun idi. Onun reduksiya olunan hissəsi, baxıram ki, nə qədərdir ay uşaqlar? Əlbəttə ki, bunun reduksiya olunan hissəsinə diqqətlə fikir versək, görərik ki, belə deyək də, burada Aha. Deməli uşaqlar, burada bizim tapdığımız bu 2-ni 2 qeyd etmişdik, 1-i qeyd etmişdik. 2 burada azotun qarşısına qeyd olunacaq. Yəni 2-ni burada yazdım burada. Sonra 1-i isə burada yazmalıyıq, misin qarşısında qeyd etməliyik və daha sonra isə solda mis 1 dənədirsə, burada da sağda da neçə dənə olacaq? 1 dənə olacaq və indi mənə deyir ki, belə deyək də, reaksiyaya daxil olan oksidləşdiricinin reduksiya olunan hissəsi. Oksidləşdiricim 4 mol idi, 100% uyğundur. Onun reduksiya olunan hissəsi neçə moldur? 2 mol. 2 mol azot reduksiya olunubdur. Buna da nə yazacağıq? X yazacağıq. Buradan da x asanlıqla taparıq ki, neçə faiz? 50% şəklində qeyd etmək mümkündür. Yəni 1-ə müvafiq olaraq götürüb yazacağıq biz. Reaksiya tənliyini yazıb əmsallaşdırdıq və 1 istəlindi NO2, 2 oksidləşmə məhsulu mis NO2 2 dəfə idi. Üçüncü isə məndən soruşdu nə qədər? 50% şəklində. Burada da doğru 50% şəklində olmalıdır. Keçək növbəti tapşırığa. Növbəti tapşırıq 17-ci tapşırıqdır. Aha. Daha sonra Yaxşı, nömrə şəklində qeyd eləyirəm 17-ci tapşırığı. 17-də nə deyir? Deyir 4 mol N2 ilə 6 mol H2 qarışığının reaksiya axıra qədər gedir və oksidləşdiricinin neçə mol elektron qəbul etdiyini yazın. N2 3 mol H2 ilə reaksiyaya daxil olur və 2 mol NH3 əmələ gətirir. Baxıram ki, 4 mol N2 yazıram, başlanğıc, sərf, son şəklində yazıram. N2 4 moldur. Hidrogenə baxıram 6 moldur. Görək bu maddələrin hansından artıq qalar uşaqlar. Baxıram ki, 3 mol hidrogen reaksiyaya girəndə 1 mol azot girirsə, 6 mol üçün nə qədər girər? Baxarıq ki, 2 mol azot reaksiyaya daxil olar. 2 molu sonda artıq qalar, hidrogen hamısı sərf olunar, sonda 0 olar. İndi mənə nə deyir? Deyir, oksidləşdiricinin neçə mol elektron qəbul etdiyini və başlanğıc qarışıqda olan oksidləşdiricinin neçə faizinin reduksiya olunduğunu müəyyən edin. Bu reaksiya tənliyini biz onsuz bilirik, bu məlum məsələdir. Burada oksidləşdirici dediyi üçün biz bu reaksiya tənliyini yazıb əmsallaşdırmalıyıq. Yazıram ki, azot 0-dan azot gəldi -3-ə, hidrogen 0-dan hidrogen gəldi müsbət 1-ə. Azot 0-dan azot -3-ə gəldi, 3 dənə elektron qəbul etdi. Solda da, sağda da azota aid bir cür oksidləşmə dərəcəsi var. İndeksi soldan götürəcəm, əmsalı yazacağım sola. Hidrogenə də solda da, sağda da hidrogenə aid bir cür oksidləşmə dərəcəsi var deyə indeksini soldan götürəcəm, əmsalı sola yazacağım. -1 vurulsun 2 şəklində. Yazıram 6-nın 2-yə, 3-ün 1-ə, 1-in 3 şəklində. 1-i gətirib bura yazırıq, 3-ü də bura yazırıq və solda azot sayı 2-dir. Burada 2 yazdıq, bitdik. İndi mənə deyir ki, oksidləşdiricinin neçə mol elektron qəbul etdiyini və başlanğıc qarışıqda olan oksidləşdiricinin neçə faizinin reduksiya olunduğunu hesablayın. Oksidləşdiricinin sənin neçə mol elektron qəbul etdiyini haçan bilərik? Baxıram ki, burada axıra qədər sərf olunan maddə ki var, bax bu hansı maddə idi? Hidrogenə görə gəlin hesablayaq da uşaqlar. Baxıram ki, çünki hidrogen axıra qədər sərf olunub, azotdan artıq qalıb. Baxıram ki, 3 mol hidrogen reaksiyaya daxil olduğu zaman oksidləşdiricinin qəbul etdiyi elektron deyəndə, bax bu 1-i gətirəcəm, vuracam, fərqli qələmlə yazım. Bu 1-i deyirəm də, gətirib oxun üzərindəki rəqəmi vursam, bu 3 vur 2-dir də 6 mol elektron qəbul etdiyini görürük, eləmi? Yaxşı, oksidləşdiricim 6 mol olanda nə qədər elektron qəbul olunar? Buradan da asanlıqla taparıq ki, 12 mol elektronun qəbul olunması prosesi baş verir. Bu məndən birinci istəniləndir. İndi keçirəm digərinə. Deyir, başlanğıc qarışıqda olan oksidləşdiricinin neçə faizinin reduksiya olunduğunu. Başlanğıcda oksidləşdiricim bilirəm ki, mənim azotdur. Və onun miqdarı başlanğıcda 4 moldur. Bu 4 mol neçə faizə uyğundur? 100%. Yəni bu 4 molun 4-ü də reduksiya olunanda 100%. Amma onun reduksiya olunan molu neçə moldur? Ay uşaqlar, 2 moldur. Bu da x-ə uyğundur. Buradan da asanlıqla taparıq ki, neçə faiz? 50% şəklində taparıq. Yəni müvafiq olaraq 1-ə 12, 2-yə isə 50%. Keçək 18-ci tapşırığa.
18-ci tapşırıqda gəlin görək bizdən nə soruşur. Deyir ki, oksidləşmə reduksiya reaksiyasının növünü, bayaq da növlərinin adını çəkdim. Burada diqqətlə biz fikir versək, kükürdə fikir verərik ki, kükürt burada müsbət 4, burada isə mənfi 2-dir və gəlib 0-a. Əgər element atomu, bax kükürt müsbət 4-dən, kükürt gəldi 0-a. Bir də kükürt mənfi 2-dən, kükürt gəldi 0-a. Əgər eyni bir kimyəvi element atomu bir neçə oksidləşmə dərəcəsindən bir oksidləşmə dərəcəsinə gələrsə, bu adlandırılacaq əks öz-özünə, digər adı kommutasiyadır. Yəni, 1-ə müvafiq olaraq əks öz-özünə, digər adı da nə olacaq? Kommutasiya. Yəni, bunu özünüz yazarsınız, budur. Keçirəm ikinciyə. Xlor 0-dan gəldi xlor 1 mənfi 1-ə, bir də müsbət 1-ə. Əgər element atomu yazıram, xlor 0-dan xlor gəldi mənfi 1-də, bir də ki, xlor 0-dan xlor gəldi müsbət 1-ə. Əgər element atomu bir cür oksidləşmə dərəcəsindən bir neçə fərqli oksidləşmə dərəcəsinə gedirsə, bu adlandırılır öz-özünə. Eləmi uşaqlar? Digər adına da biz buna nə deyirik? Disproporsiya deyirik. Nə deyirik? Disproporsiya. Siz bunu bildiniz. Bu da 2-yə uyğundur. Keçirəm 3-ə. 3-də oksidləşmə dərəcəsini dəyişir azot mənfi 3-dən müsbət 2-yə, oksigen 0-dan mənfi 2-yə. Baxıram ki, oksidləşmə dərəcəsini dəyişən fərqli elementdə azot mənfi 3-dən gəldi azot müsbət 2-yə, bir də oksigen 0-dan, oksigen gəldi neçəyə? Mənfi 2-yə. Baxıram ki, oksidləşdirici də, reduks edici də ayrı-ayrı element atomudur və ayrı-ayrı maddənin daxilində yerləşir. Bu adlandırılacaq nə? Molekul arası. Qayda budur. Oksidləşdirici, reduks edici ayrı-ayrı element atomudur və ayrı-ayrı maddənin içərisində yerləşirsə, molekul arası yox, eyni bir maddənin daxilindədirsə, molekul daxilidir. Keçək 19-cu tapşırığa. Nə deyir 19-da? Deyir, kükürt 2 mənfi, dəmir bunları verib. Deyir, bunlar yalnız nədir? Oksidləşdiricidirmi, reduks edicidirmi, yoxsa həm oksidləşdirici, həm reduks edicidirmi? Gəlin diqqətlə baxırıq. Kükürt mənfi 2. Kükürt mənfi 2 o deməkdir ki, əgər element atomu minimum oksidləşmə dərəcəsi göstərirsə, bu onun yalnız reduks edici halına belə deyim də işarədir. Baxın, bu nə deməkdir? Kükürt mənfi kükürdün sıra nömrəsi 16-dır. Geniş izah vermək istəyirəm. 3s2 3p4 deyiləmi? Bunun p yarım səviyyəsində 4 dənə elektronu mövcuddur. Bunun xarici təbəqəsini, ümumiyyətlə element atomları çalışır ki, xarici təbəqəni 8-ci qrupa tamamlasın. Yəni, nə olsun? N2, NP6. Bunun 8-ci, bu 6-cı qrup elementidir. Bunun 8-ci qrup özünü tamamlaması üçün xarici təbəqənin 2 elektrona ehtiyacı var. O 2 elektronu alanda kükürdə olur mənfi 2. Və bu aldığı elektronlar da ki, bax gəlir burada P yarım səviyyəsində burada dolur. Artıq kükürt bundan sonra elektron almağa ehtiyacı yoxdur. Aydındır? Çünki 6-cı qrupda da maksimum 8-ci qrupa çatdırır. 2 elektron lazımdır. İkisini də aldı və kükürt oldu mənfi 2. Bu mənfi 2 vəziyyətində artıq bu tam elektronla doyur. Tam elektronla dolduğu üçün bundan sonra artıq kükürt mənfi 2 elektron verəcək yalnız. Yalnız elektron verdiyi üçün də biz onu nə deyəcəyik uşaqlar? Yalnız reduksiya edici. Aydındır, ümid varam ki. Daha sonra gəlirəm dəmir müsbət 2. Dəmir müsbət 2-də dəmir belə deyim də aralıq oksidləşmə dərəcəsi göstərir. Dəmir üçün bax 0 var, dəmir üçün müsbət 2 var, dəmir üçün müsbət 3 var, eləmi? Bu dəmir müsbət 2 aralıq oksidləşmə dərəcəsi göstərdiyi üçün həm oksidləşdirici, həm reduksiya edici. Keçirəm xlor mənfi 1-ə. Xlor mənfi, yəni xlor mənfi 1 deməkdir. İzah üçün aydın yazıram. Xlor sıra nömrəsi 17, elektron konfigurasiyası qısa 3s2 3p5-dir. Bunun artıq 7-ci qrupda yerləşdiyi üçün bunun xarici təbəqəsini 8-ci qrupa tamamlamaq üçün neçə elektrona ehtiyacı var? 1. Çünki onun P yarım səviyyəsində 5 dənə elektronu var. Onun sadəcə elektrona ehtiyacı olan yarım səviyyəsi budur. Mənfi 1 də o deməkdir ki, o gəldi, o elektronu aldı. Və xlor mənfi 1 artıq xarici təbəqəni 8-ci qrupa tamamladığı üçün bundan sonra o ancaq nə edəcək? Elektron verəcək. Yalnız elektron verdiyi üçün olacaq yalnız reduksiya edici. Keçirəm alüminiuma. Alüminium müsbət 3 deyirsə, alüminium sıra nömrəsi 13,
Elektron konfigurasiyası alüminium 3-cü qrup elementi də bilirsiniz ki, NS2 NP1-dir. Elə mi uşaqlar? Müsbət 3 o deməkdir ki, o xarici qrupunda olan o 3 elektronun 3-ünü də verib. Daha alüminiumun bundan sonra verəcək elektronu yoxdur. Bundan sonra alüminium o itirdiyi elektronu qayıdıb yalnız ala bilər. Yalnız elektron aldığı üçün də yalnız nə olacaq? Oksidləşdirici. Aydındır? Ümidvaram ki, başa düşdük. Keçək növbəti tapşırıqlara. Növbəti tapşırıqda nə deyir? 20-ci tapşırıq. 20-ci tapşırıqda qeyd edilir ki, bizə belə deyim, kalium permanganat reaksiyasını verir və neçə mol oksidləşdiricinin reaksiyaya daxil olduğunu və neçə mol suyun alındığını bizdən soruşur. Reaksiya tənliyinə fikir verdikdə görürük ki, reaksiya zamanı deyir 5 mol xlor mənfi ionu oksidləşdikdə. Xlor mənfi 1 budur, gəldi burada xlor 0-a. 5 mol xlor mənfi ionu oksidləşdikdə neçə mol oksidləşdiricinin reaksiyaya daxil olduğunu. Oksidləşdirici də manqan müsbət 7-də, manqan müsbət 2-yə gəldiyi üçün sənin oksidləşdirici maddən nədir? Sənin kalium permanganatındır. Cümlə biraz çaşdırıcıdır uşaqlar, anlayıram. Reaksiya zamanı 5 mol xlor mənfi ionu oksidləşdikdə. Oksidləşən xlor mənfidir. Çünki xlor burada yazsam, xlor mənfi 1-dən, xlor gəlir 0-a. Elektron verir, bir elektron. İndi elektron verdiyi üçün olur reduks edici, proses oksidləşmə. Bu 16 mol xlor atomunun neçə molu reduks, belə deyək də, oksidləşdi. Neçə mol oksidləşdi? 10 molu. Bu sizi 5 çaşdırmasın. O 10 mol xlor deməkdir. Xlor mənfi deməkdir. 10 mol xlor mənfi ionu oksidləşdiyi zaman biz qayda qanunla görürük ki, neçə mol oksidləşdirici. Baxıram ki, oksidləşdirici manqan müsbət 7 idi deyə, mən onun moluna baxıram da 2 mol. 2 mol oksidləşdirici, yəni kalium permanganat reaksiyaya daxil olur. Yaxşı, 5 mol xlor mənfi olanda X yazıram. Buradan da asanlıqla 1 mol taparıq. Bu məndən istənilən birinci şərt idi. Bunu haşiyə aldım. Və deyir ki, neçə mol su alındığını göstərin. Yazıram ki, 10 mol xlor mənfi ionu oksidləşdiyi zaman alınan suyun molu nə qədərdir? 8 mol. 5 mol xlor mənfi üçün isə sual. Buradan da sualı asanlıqla tapdım ki, neçə? 4. 4 mol nə oldu? Su. Ümidvaram ki, başa düşdük. Keçək 21-ci tapşırığa. 21-də gəlin görək nə deyir uşaqlar. 21-də deyir ki, kükürdün reaksiyaya daxil olduğu maddələr və burada kükürd hansı vəzifəni yerinə yetirir. Baxıram ki, kükürd oksigenlə reaksiyaya girir, birincidən danışıram. Alınır SO2. Kükürd 0-dan kükürd müsbət neçəyə gəlir? 4-ə. Eləmi? Kükürd 0-dan kükürd müsbət 4-ə gəlir. 4 dənə elektron verir. Olur sənin nəyin? Reduksiya edicin. Aydındır? Yəni, reduksiya edici funksiyanı göstərir də sadəcə bu. Ona görə yazırıq ki, yalnız reduksiya edici. Keçirəm digərinə. Kükürd, ikinci reaksiyadan danışıram. Kükürd H2SO4 ilə reaksiyaya girir. Bu zaman alınır SO2 plus nə əmələ gələcək? Su. Yazdım bunu. Deyir ki, qatısı ilə reaksiyasından danışırıq. Kükürd, baxıram ki, burada kükürd yazıram. Kükürdlə reaksiyaya daxil olan maddələr kükürdün göstərdiyi, belə deyək də, bizdən soruşur ki, xüsusiyyət. Kükürd 0-dan bir dəfə gəldi. Kükürd SO2-də neçə olacaq uşaqlar? SO2-də müsbət 4 olacaq. Burada H2SO4-də də müsbət 6 olacaq, deyilmi? Kükürd bir dəfə 0-dan müsbət 4-ə gəldi. 4 elektron verdi, oldu reduks edici. Bir də kükürd müsbət 6-dan müsbət 4-ə gəldi. 2 elektron aldı, oldu oksidləşdirici. Yəni burada həm oksidləşdirici, həm reduksiya edici. Keçirəm natrium OH-la reaksiya. Üçüncü reaksiyadır. Natrium OH-la kükürt reaksiya girəndə alınır natrium 2S plus natrium 2SO3 plus su. Eləmi? Yazdıq. Burada kükürt 0-dan natrium 2S-də mənfi 2-yə gələcək. Bir dəfə də kükürt 0-dan natrium 2SO3-də müsbət 4-ə gələcək. Yazıram, kükürt 0-dan mənfi 2-yə gəldi. 2 elektron aldı, oldu oksidləşdirici. Kükürt 0-dan kükürt müsbət 4-ə gəldi. 4 elektron verdi, oldu reduks edici. Burada deyirəm ki, həm oksidləşdirici, həm reduksiya edici.
Keçirəm karbonla olan reaksiyaya. Karbonla kükürt reaksiyaya girəndə nəyin alınması prosesi baş verəcək? Karbon disulfidin. Karbon disul kükürt sıfırdan burada gələcək olacaq neçəyə? -2-yə. Karbon disulfidin quruluşu da bu formadadır. Aydındır? Kükürtlər -2 olacaq, -2 olacaq. Karbonlar isə nə olacaq? -4 olacaq. Kükürt sıfırdan -2-yə gəldiyi üçün elektron alır sadəcə. Yəni kükürt 0, kükürt -2-yə 2 elektron alır. Kükürt olur nə? Yalnız oksidləşdirici. Ümidvaram ki, başa düşdük. Yəni məndən istənilənində müvafiq olaraq yalnız reduks edici, həm oksidləşdirici, həm reduks edici, daha sonra yenə də həm oksidləşdirici, həm reduks edici, daha sonra isə yalnız oksidləşdirici. Keçək 22-ci tapşırıqla nəhayət yekunlaşırıq. Termiki parçalanma reaksiyasında oksidləşmə dərəcəsini dəyişən atomları, belə deyək də, sayını, element atomlarının sayını soruşur məndən. Deməli, kalium NO3-dür. Kalium NO3-ün parçalanması nəticəsində kalium NO2 və oksigen əmələ gəlir. Azot müsbət 5-dən azot müsbət 4-ə gələcək burada. 3-ə gələcək, üzr istəyirəm, müsbət 3-ə. Oksigen isə -2-dən oksigen 0-a gəlir. Oksidləşmə dərəcəsini dəyişən element atomlarının sayı neçədən oldu? 2. Biri azot oldu, biri oksigen. Buraya yazırıq 2. Daha sonra bu birinci idi. İkincidən danışıramsa, gümüş bir nitrat parçalanır. Parçalanmasından alınır gümüş. Nida parçalanmasından NO2 və oksigen. Gümüş, belə deyək də, müsbət 1 yazaq. Müsbət 1-dən 0-a, azot müsbət 5-dən azot müsbət 4-ə, oksigen də -2-dən 0-a. Oksidləşmə dərəcəsini 3 atom dəyişdi. Element atomu gümüş, azot və oksigen. Sayını soruşduğu üçün burada da yazıram 3. Daha sonra 3-cü reaksiyaya gəlirəm. NH4NO3-dür. Parçalandığı zaman azot bir oksid və su alınır və burada oksidləşmə dərəcəsini dəyişən element atomları azot -3-dür. Amonium ionunda bilirsiniz, oksidləşmə dərəcəsi dəyişmir. Nitrat turşusunun qalığı NO3-də -5-dir. Burada gəlir -1. Yəni dəyişən atomun sayı dediyi üçün burada sadəcə oksidləşmə dərəcəsini dəyişən azot atomudur və azot atomu da yəni ki, bir dənə element atomu neynədir? Oksidləşmə dərəcəsini dəyişdi. Ümidvaram ki, başa düşdük uşaqlar. Ümidvaram ki, aydın oldu sizin üçün. Nəyisə başa düşməsəz nömrə ilə əlaqə saxlaya bilərsiniz. Hələlik Allah amanında.